Dərsimiz ümumi tarixdən Qızıl Ordu dövləti olacaqdır. İlk öncə aydınlaşdıraq ki, niyə görə bu dövlətə Qızıl Ordu deyilir? Çünki Monqollarda ordu kəlməsi yerləşmə deyilir, yəni çadırlarda yerləşmə deyilir və Monqollarda çadırlar əsasən qızıl rəngdə olduğu üçün onların dövlətinə Qızıl Ordu deyilirdi, yəni Avropa ərazisində yaranan bu dövlətə. Qızıl Ordu dövlətinin mövcud olduğu tarix 1243-cü ildən 1502-ci ilə qədər. 1235-ci ildə Monqollar böyük bir qurultay keçirirlər, Qaraqorun qurultayı. Qaraqorun qurultayının qərarına görə Monqollar qərbə doğru, yəni Avropa doğru yürüş etməlidirlər və bu yürüşün başında isə Batı xan durmalıdır. Beləcə 1235-də yürüş başlayır. İlk öncə 1236-cı ildə Volqa çayı sahilində olan Bulqar Türk dövlətinin varlığına son qoyulur. Ardınca 1238-ci ildə Rus torpaqları ələ keçirilir. 1240-cı ildə Batı xanı başçılıq etdiyi Monqol qoşunları Kiyev tutaraq Ukraynaya daxil olurlar, ardınca isə Polşaya. 1241-ci ildə Macar-Çex qüvvələri məğlubiyyətə uğradıqdan sonra 1241-ci ildə Macaristan və Çexiyaya daxil olurlar. Lakin Batı xan yürüşünü tam axıra qədər yürütmür. Səbəblər hansılardır? 1. Batı xanın ordusunun yorulması, çünki məlum məsələ uzaq məsafədən gəlmişlər. 2. İşğal olunmuş ərazilərdə onlara qarşı üsyanlar, yəni müqavimət və üçüncü isə ən əsas səbəblərdən biridir. Böyük Monqol xaqanı ölmüşdür. Yeni xaqanın seçilməsi üçün Batı xan orada Monqolistana qayıtmalıdır. Lakin Batı xan geriyə qayıtırdı ki, Batı xana ikinci məktub gəlir ki, artıq Böyük Monqol xanı seçilib, sənin gəlməyinə ehtiyac yoxdur. Beləcə 1243-cü ildə Batı xan olduğu yerdə yeni bir Monqol dövləti yaradır. Qızıl Ordu dövləti 1243. Qızıl Ordu dövlətinin ilk paytaxtı Saraybatı, daha sonra isə Saraybərk olmuşdur. Monqollar qeyd etdiyim kimi Şərqi Avropada yaratdığı dövlət Qızıl Ordu, Azərbaycanda Monqol dövlətinin yaratdıqları dövlət Hülakilər, Çində isə yaratdıqları isə Yuan dövləti olmuşdur. Qızıl Ordunun əraziləri Krım, Ukrayna, Qaradəniz sahilləri, Şimali Qafqaz bölgəsi, Qərbi Sibir və Şimali Xarazm bölgəsi. Dövlətin qurucusu, bir daha deyirəm, Batı xan olmuşdur. Daha sonra ilk əvvəllər Qızıl Ordu dövləti böyük dövlət olan Böyük Monqol dövlətinə hesablaşırdı. Lakin 13-cü əsrin sonlarında bu hesablaşmaya son qoyuldu. Yəni Qızıl Ordu dövləti əlaqəsini qopartdı və tam müstəqil şəkildə özünü idarə etdi. Batı xandan sonra növbəti hökmdar olur Özbək xan. Özbək xan hakimiyyəti 14-cü əsrin 1-ci yarısında olmuşdur. Özbək xan dövründə Qızıl Orduda türkləşməyə başlatır, yəni Qızıl Ordu dövləti türkləşir və həmçinin Özbək xan dövründə 14-cü əsrin 1-ci yarısında Qızıl Ordu dövlətində İslam dini qəbul olunur. Anında biz inteqrasiya edirik ölkələrdə din dəyişdirən hökmdarlar. Frank dövlətində din dəyişdirmişdi Xlodvig, Qaraxan dövlətində Satıq Buğra, Səlcuqlarda Səlcuq, Romada Konstantin, Albaniyada Urnayr, həmçinin qeyd edə bilərik ki, Hülakilər dövlətində Qazanxan din dəyişdirmişdir, Qızıl Orduda isə Özbək xan. Həmçinin qeyd etməliyim ki, Özbək xan 1318 və 1335-ci illərdə Azərbaycana yürüş etmişdir Hülakilərin üzərinə. Qeyd etməliyik ki, Qızıl Ordunun ən çox müharibə etdiyi dövlətlərdən biri Azərbaycanda Monqolların yaratdığı Hülakilər dövləti olmuşdur, Azərbaycan uğrunda təbii ki. Özbək xandan sonra 1359-cu ildən etibarən dövlət zəifləməyə başlayır. Bunun səbəbi o idi ki, 1359-da Qızıl Orduda sülalə dəyişikliyi olur. Yəni taxta Çingiz xanın digər nəvələri çıxır. Cuci sülaləsinin hakimiyyəti baş çatır 1359-da. Daha sonra hakimiyyətə gəlir Mamay xan. Mamay xan dövründə Qızıl Ordu zəiflədiyi üçün Rus knyazlıqları, Ruslar Moskva knyazlığının ətrafında cəm olurlar və ittifaq edirlər Qızıl Orduya qarşı. 1380-ci ildə Kulikova döyüşü olur. Birləşmiş Rus qüvvələri Qızıl Ordunu məğlub edirlər və Rus torpaqları Mamay xanı məğlub edəndən sonra Qızıl Ordudan ayrılırlar. Ardınca taxta çıxır Toxtamış. Toxtamış taxta çıxan kimi ilk işi təbii ki, Rusları cəzalandırmaq olardı. 1382-ci ildə Moskvanı tutur, dağıdır və Rusları yenidən Qızıl Orduya tabe edir. Toxtamış hakimiyyətinin bir bölümündə Əmir Teymurla dostu idi, yaxşı münasibətləri var idi. Lakin Toxtamışın 1385-ci ildə Azərbaycana, davamında isə Əmir Teymurun şəhərləri olan Buxaraya yürüş edir və Səmərqəndə yürüş etdiyi üçün bunlar arasında müharibə qaçılmaz olur. İki köhnə dost düşmənə çevirirlər. Beləcə 1395-ci ildə Terek döyüşü olur. Teymuri hökmdarı Əmir Teymurla Qızıl Ordu hökmdarı Toxtamış arasında. Terek döyüşündə Toxtamış məğlubiyyətə uğradılar çox ağır şəkildə. Beləcə Qızıl Ordunun parçalanması rəsmən başlamış olur. Həmçinin
Qızıl Ordunun şərq vilayətləri Terek döyüşünün nəticəsində Teymurilər dövlətinə, yəni Əmir Teymurun əlinə keçmiş olur. Ardınca isə yəni Toxtamışdan sonra 1195-də dövlət parçalamağa başlayır, 14-cü əsrin sonunda. 15-ci əsrin ortalarında isə dövlətdən artıq yeni ərazilər parçalanmış olur. Bunlar hansılardır? Krım xanlığı, Həştərxan, Qazan, Noğay ordusu, Sibir xanlığı. Yəni artıq 15-ci əsrin ortalarında Qızıl Ordu parçalanır rəsmən və yeni türk dövlətləri yanır ərazisində. Növbəti Qızıl Ordu xanı isə Əhməd xan olur. Əhməd xan 1480-ci ildə Ruslar üzərinə hücum edir. Məqsədi isə təbii ki, Rusları yenidən vassal asıllığına çevirmək idi. Lakin Əhməd xan 1480-ci ildə Uqra çayında gəlib ilişir, Uqra çayını keçə bilmir. Və bununla da Ruslar tamamilə rəsmən Qızıl Ordudan ayrılmış olurlar vassal asılığından. Və dövlət isə 1502-ci ildə süqut etmiş olur Qızıl Ordu dövləti. İndi isə Qızıl Ordunun idarə olunmasına nəzər salaq. Qızıl Ordunun idarə olunmasında birinci yer təbii ki, Xaqan dururdu, xan, böyük xan dururdu. Qızıl Orduda növbəti yerdə isə gələn imtiyazlı şəxs Tarxan idi. Tarxan Qızıl Orduda imtiyazlı şəxs idi. Yəni ona hansı imtiyaz verilmişdi? Böyük Xaqan Tarxana, bu bir məmur idi, yarlıq adlı sənəd verirdi ki, beləcə Tarxan vergidən azad olurdu. Digər məmur, ali məmur Baskaq idi. Baskaq Qızıl Orduda vergi yığan məmur idi. Anında nəzər salırıq. Ərəblərdə vergi yığan məmur Amil, Moğol dövlətində vergi yığan məmur Cagirdar, Qızıl Ordu isə Baskaq idi. Qızıl Ordunun idarəetmə forması hansı formada idi? Bir var idi Ali Divan, bir də var idi Ali Məclis. Ali Məclis məşvərət orqanıdır. Yəni, Böyük Xaqana məsləhət və məşvərət verir. Ali Məclis. Ali Divan isə ali icra edici orqandır, icra orqanıdır. Ali Divanda kimlər var? Bir baş vəzir var, bir də bəylərbəyi var. Ali Divan işi mülki və hərbi məsələlərə baxmaq idi. Baş vəzir mülki məsələlərə, bəylərbəyi isə hərbi məsələlərə baxırdı. Və bununla da Qızıl Ordu dövlətinin idarə olunmasını bitirmiş oluram.